Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Müğənnilər Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında qalmaqal yaşanmaqda davam edir. Bir müddət öncə Rusiyada məclislərin birində barışıq addımı atan sənətçilərin yenidən sözləri çəp gəlib. Afət Şərifovanı məhkəmə ilə hədələyərək canlı efirə bağlanıb və sərt sözləri ilə barışıq sözünün üstündən bir dəfəlik xətt çəkib. Vəfa Şərifovanın mənim barəmdə dedikləri böhtandır. Deyir ki, güya əməkdar artist Vəfa Şərifova barədə olub danışdıqlarım. Bundan ötürü də məhkəmədə cavab verəcək. İkinci şər isə Moskvada toyda rastlaşanda ondan üzr istədiyimi deyib. Məni Vəfa məhkəməyə vermədən öncə idi. Gördüm ki, qaranlıq otaqdadır. Prodüseri ilə masamızda gəlib otura biləcəyini xəbər ötürdüm. Mən orada yaşayıram, bu isə qonaq idi. Jest etdim. Köməkçisi də mənimlə çox səmimi görüşdü deyə bu addımı atdım. 147, 148-ci maddələrlə məhkəmədə cavab verməlidir.